Bakıdan cəmi 143 kilometr məsafədə nağıllardakı kimi bir təbiət möcüzəsini sizə təqdim edirəm. Bəli, söhbət Ağsu rayonunun füsunkar incisi olan Dilman şəlaləsindən gedir. Qədim Dilman kəndinin yaxınlığında dəniz səviyyəsindən 950 metr yüksəklikdə yerləşən bu şəlalə əsl ekoturizm cənnətidir. Dağ yamaclarından süzülüb gələn buz kimi şəffaf sular Dəli çay üzərindən gür fəvarə ilə axır. Ətrafı sıx meşəli, sirli qayalıqlar və zəngin bitki örtüyü ilə əhatə olunub. Bura birbaşa avtomobil yolu yoxdur. Ona görə də meşə daxili cığırlarla addımlayarkən əsl dağ yürüyüşü və macəra həvəskarına çevriləcəksiniz. Sıx ağacların altında çadır qurub düşərgə etmək isə bu səyahətin ən unudulmaz hissəsidir. Xüsusilə yaz və payız aylarında bura gəlsəniz, fotoaparatınızı mütləq yanınızda saxlayın. Çünki təbiət sizə möhtəşəm rəngarəng kadrlar bəxş edəcək. Bu növ gizli cənnətləri kəşf etmək və belə maraqlı videoların davamını görmək üçün videonu bəyənməyi, dostlarınızla paylaşmağı və səhifəyə abunə olmağı unutmayın. Dilman şəlaləsi, zümzüməylə şeir oxuyan sular, ətrafda cəhcə vuran quşlar, mamırlı daşlardan süzülən damcılar. Mənim ürəyim kimi, arzu diləyim kimi. Allah'ın yarattığı bir şahesersen, her damlanda o uşağlığın gizlenen sirsen. Gelin kimi saçlarını darayıp dağlar ilahesi, Dilman şelalesi, uşaqlıq illerimin əziz xatirəsi. Hər yay görüşünə gələrdim, salxım şırımların altında çimərdim. Baxışlarından utanıb gizlənərdim. Hər yay görüşünə gələrdim, salxım şırımların altında çimərdim. Baxışlarından utanıb gizlənərdim. Dilman şəlaləsi, xəyallarımın danışan səsi, o torpaqlı meşə yollarında neçə addımlarım izlədi. Hər daşında bir arzum, bir xat